Deməli, bu sualımızda da yazıb ki, həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul etmiş saylar hansı cümlədədir? Deməli, elə say taparıq ki, həmin sayda həm hal şəkilçisi olsun, həm də mənsubiyyət. Gəlin baxaq. Mərtəbənin üçüncüsündə artıq yorulduğunu bildirdi. 3 sözün kökü, üncü, sıra say düzəldi, üçüncü. Deməli, üçüncüsü, onun üçüncüsü, mənsubiyyət, bədə hal. Demək, biri oldu, bir. Mən indiyə qədər sualların 5-də 2-sini, yaxşı, 5-də 2 mürəkkəb saydı, 5-də 2-si, onun 5-də 2-si mənsubiyyət, 5-də 2-sini təsirli kön. Deməli, burada da həm mənsubiyyət var, həm hal. 6-cısını tapanda artıq gecidir. 6 sözün kökü, 6-cı sıra sayı, onun 6-cısı mənsubiyyət. Təkcə mənsubiyyət var, hal yoxdur, bu getdi. Sən neçəncisini axtarsan, bu neçəncisi sizin heç vaxt çarıqdırmaqsa, neçəncisi say deyil, sayın sualıdır. Bütün nitq hissələrində sualları sual əvəzliydi, o say yox əvəzlikdir. Mən uşaqların 5-ini həyətdə gördüm. Deməli, sayımız 5, onun 5-i, mənsubiyyət, 5-ini təsirli kön. Demək, biri də budur. Düzgün cavabımız oldu 1, 2, 5. Bu da haradadır? C variantı. Düzgün cavabımız C variantı.